Aha, Feriye Zafer. Frengiz Məmmədova, Top 15 liderimiz. Buyurun. Salam bir daha hər birinizi salamlayıram. Hər birinizin Urus bayramını təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Ruzi bərəkət arzulayıram hər birinizin süfrəsində inşallah. Tanıyanlar tanıyır, tanımayanlar üçün mən Frengiz Məmmədova, Ariflame Azərbaycan top 5 lideriyəm hal-hazırda və Ariflame'də top 4 lideri daha doğrusu. Ariflame'də əməkdaşlığım artıq 6 ilə dayanır ki, 6 ildir ki, artıq Ariflame əməkdaşıyım. Özüm ixtisasca riyaziyyat müəlliməsiyəm, amma Ariflame gəlişim pandemiya vaxtında düşübdür. Və pandemiya vaxtı, belə deyək də, o dünyanın qarışıq bir vaxtında dərslərimiz azaldı, hazırlıqlarımız azaldı. Yəni bir müəllim olaraq mən başqa bir şey bilmirdim, başqa bir biznes növü bilmədiyim üçün ancaq bildiyim bir məktəb idi, bir təhsil sistemi idi və mən başladım artıq yeni bir çıxış yolu axtarmağa, yeni bir iş növü axtarmağa. Bu zaman çox dəyərli top liderim Aycu xanımın, gözəl top liderimiz, top 3 liderimiz Aycu xanımın belə bir paylaşımı mənim diqqətimi çəkdi və paylaşımda yazmışdı ki, evdən işləmək istəyən, sıfırdan biznes qurmaq istəyən xanımlara dəstək oluram və kim mənlə işləmək istəyirsə mənə yazsın. Düzünə qalsa Aycu xanımı əvvəldən tanısam da, amma biznes haqqında heç vaxt tam olaraq fikrim olmayıb. Çünki satış olsun, biznes olsun, mən ümumiyyətlə bu sahələrdə bacarığım olmadığını həmişə düşünmüşəm də. İçimdə elə olub ki, mən bacara bilmərəm, bu mənlik deyil bu sistem. Belə düşünmüşəm. Amma o deyir, bəzən ehtiyac adam o qədər vadar edir ki, başqa bir çıxış yolunu olmur. Təsəvvür pandemiyadır, bütün işlərimiz hamısı tərs gətirib, evdə maddiyyata çox güclü ehtiyacımız var və bu paylaşım elə bir mənə su və dərman oldu. Həqiqətən də o deyir, tələbət uyğun təklif oldu da, elə bir sanki. Yəni Aycu xanım çox sağ olsun, Allah canı sağ eləsin. Nə yaxşı ki, o paylaşımı etdi. O paylaşım mənim həyatımın dönüm nöqtəsi deyərdim. Bəzən deyirik, heç bir paylaşım, bir nə bilim linkə girib bir paylaşımı görür və ya da bir dəvət növünü görür insanlar, həyat dəyişir. Həqiqətən mənim həyat dəyişimimdə xeyli oldu. Və o andan başladım artıq biznesi öyrənməyə. Həqiqətən sıfır satış qabiliyyəti, sıfır biznes düşüncəsi, tamamilə yəni təhsil sektorunda olan adam, sırf hazırlıqlar, məktəb sektorunda olan bir insan tamamilə sıfırdan bir biznes öyrənməyə başladım. Və həqiqətən də sözün əsl mənasında öyrənmək. Yəni bu biznesim öyrənməkdən keçdi hər şey. Gecə-gündüz öyrənmək, təlimlənmək, sistemi öyrənmək, biznesi öyrənmək. Demək, bu 6 illik düzdür. Mən indi bizim o Karfel liderlərimiz, Kəmal xanım olsun, Faiq müəllim olsun, Aycı xanım olsun, onların yanında danışmaq mənim üçün biraz həyəcanlıdır, biraz da belə çox məsuliyyətlidir. Yəni sadəcə bu 6 il ərzində qısa-qısa hansı ki onlardan öyrəndiklərim, Aycı xanımdan, liderlərimizdən öyrəndiklərimi mən danışacağım ki, yəni hansı ki mən onları öyrənə-öyrənə, yəni qısa bir müddətdə Ariflame'də müəyyən səviyyəyə qalxa bilmişəm və bunun başda səbəbi təbii ki, birinci öyrənməkdən gedir. Yəni baxın, indi təlimimizin əsas hissəsinə keçirəm, tanıtım hissəsini bitirdim. İndi keçirim əsas hissəsinə, hansı ki, belə deyək, biznes psixologiyası. Yəni biznes, yəni sıfırdan tamamilə heç bir biznes anlayışı olmayan, satış anlayışı olmayan, yəni ümumi özünü təhsildən başqa heç bir şey sektorda görməyən bir insanın həqiqətən də biznes düşüncəsi, biznes sektoruna gəlişi necə oldu və hansı etaplardan keçdi? Gəlin biraz ondan danışaq. Bu gün ətrafımızda hamının biznes olsun istəyir, çünki kapitalizmdir. Yəni hamı istəyir ki, özünün bir biznesi olsun, düzdürmü? Yəni hamı etiraf edir ki, yəni hamı istəyir biznesi olsun. Amma gəlin görək hamının biznes qurmaq o necə deyim, ideyasımı deyim, biznes qurmaq həvəsimi deyim, biznes qurmaq o zəhmətə qatlaşmaq istəyimi deyim, varmı? Hamı istəyir, istəməyəni hamı istəyirik, hamımız istəyirik. Amma buna qarşı o qoya biləcək o müəyyən əsas deyir o bəndlər var da, hansı ki biz onları yerinə yetirmirik bəzən həqiqətən də. Məsələn mən özümlə komandamla işləyəndə müəyyən şeylər var ki, baxıram ki, məsələn həqiqətən də istəyirik, istəməyinə çox istəyirik, biznes qurmaq, hər hansı bir biznes düşüncələr bizdə yaransın, amma biz ona əməl etmirik. İndi gəlin görək, əsas birinci məsələ düşüncə tərzidir. Yəni mənə görə biznesi düşüncə tərzi, yəni dəyişmək birinci özündən başlamalıdır. Yəni düşüncə tərzini dəyişməlisən. Məsələn, mən ənənəvi bir biznes psixologiyası ilə, ənənəvi düşüncə ilə biznes qura bilmərəm. Məsələn, mən öyrəşmişdim 7-24 ancaq təhsil verməyə, ancaq danışmağa, ancaq riyaziyyat öyrətməyə. Amma biznesdə bu işləmir. Biznesdə sən biznes yönümlü kitablar oxumalısan, biznes yönümlü düşüncələrdə eləməlisən. Yəni ənənəvi düşüncəni yerə qoymalısan və yaxud da hər hansı bir onlayn biznes qururuqsa, bizim çöldə açdığımız biznes sahəsinin bura heç bir aidiyyatı yoxdur. Və biz ənənəvi düşüncələri, yox məndə alınma, məsələn, ənənəvi düşüncəmizin biri nədir? İnsanların o belə mistik düşüncə tərzidir. Yox, mənim ailəm məsələn heç vaxt biznes qura bilməyibdi, mən də qura bilmərəm. Ənənəvi düşüncədə məsələn düşüncə tərzidir ki, bizdə heç vaxt biznesmen olmayıbdı. Və yaxud da məsələn mən kənddən gəlmişəm, mənim heç vaxt mənim qohum əqrabam mənə inanmaz, mənə qoşulmaz, mən bacara bilmərəm bunu.
Yəni əslində bu da bir ənənəvi düşüncə tərzidir. Yəni bu o demək deyil ki, filan kəs bacarmayıbsa sən bacara bilməzsən. Bu da bir ənənəvi düşüncə tərzidir. Məsələn, baxın mənə görə ən birinci düşüncə tərzini dəyişmək lazımdır. Çünki hər şey buradan başlayır. Əgər biz düşüncəmizi, biz özümüzü o biznesə layiq görsək, özümüzü o biznesə həqiqətən də biz bacara bilərik düşüncəsinə gəlsək, düşünsək ki, biz bunu eləyə bilərik, bunu eləyə bilərik. Yəni mən bacaracam, mən bacara bilmərəm, yox, mən bacaracam düşüncəsi. Mənə görə birinci düşüncə tərzi bunu dəyişməliyik, mən bacaracam. Yəni biznesdə əvvəl ən birinci bunu dəyişməliyik. İkinci bir məsələ bizdə nədir? Əsas o deyil, bəndimiz nədir? Əsas özünə inam. Baxın xanımlar, bizim biznesimiz şəbəkə biznesidir, düzdürmü? Və insanlar bu biznesə bizə görə gəlirlər. Məsələn, mən Aygün xanıma görə gəlmişdim. Mən nə şirkət tanıyırdım, nə məhsul tanıyırdım, nə Ariflink haqqında məlumatım var idi. Sadəcə Aygün xanımı inanırdım və pul ehtiyacım var idi. Düzdürmü? Yəni bizim birinci insanlar bizə görə gəlirlər. Bizə inamına görə, bizə səmimiyyətimizə görə gəlirlər. Bizdən enerji alırlar. Demək ki, onda birinci biz özümüzə inanmalıyıq. Və mən Aygün xanımın qətiyyətli, əzmli, yəni özümdən misal çəkirəm ki, yəni o keçdiyim etaplarda belə deyək, hansı ki bu yolda. Və o özünə inamı, özünə gəl sən bacaracaqsan, mən sənin yanındayam, biz birlikdə eləyəcəyik. O düşüncəsi, o deməyi məndə bir inam yaratmışdı özümə. Və təbii ki, mən ona görə gəldim və ona inanıb şirkətə başladım öyrənməyə. İşte zaman şirkətə inanmağa başladım ki, indi gəlin deyək ki, hamı qoşulanda birinci şirkət tanıyırmı? Yox. Hamı birinci şirkət haqqında məlumat olurmu? Yox. Amma bizi tanıyır, bizə inanır və bizim zaman artıq başlayır şirkət də öyrənməyə. Bax, məndə də belə oldu. Ben zaman artıq mən də özümə güvən yarandım. Hansı ki, yenə də deyirəm, mən əvvəl bu biznesdə heç məlumat yox idi. Biri var ki, heç olmasa bir satış bacarığı olsun, heç olmasa bir nəsə bir xəbəri olsun, bir insanın marağı olsun. Mənim ümumiyyətlə heç məlumatım olmamışdı və mənim üçün hər şey çox yeni idi. Yəni ki, o qədər həyəcan keçirdim ki, yəni görün nə olacaq. Birdən deyir Aygün xanım, o qədər neqativlər tökürdüm Aygün xanım, görün alınmaz mən də, birdən alınmaz mən də. Amma Aygün xanım o qədər qətiyyətlə özünə inandırmışdı ki, yox, sən bu biznesi bacara bilərsən. Mənim özümə inam yaratdı. Demək, ikinci əsas nüansımız nədir? Bizim özümə inanmağımız, özümüzə inanmağımız və biznes psixologiyasının əsas ikinci nüansıdır. Özünə inam. Çünki biz özümüzə inansaq, öz enerjimizə, öz gücümüzə, öz biznesimizin gücünə inansaq, şirkətimizin gücünə inansaq, inanın ki, ətrafımızda elə bir insan olmaz ki, bizə inanmasın. Üçüncü əsas məsələ yox deyənlər. Baxın, oxuyuruq müəyyən biznes, uğurlu milyonerlərin həyatını, uğurlu bir biznes sahəsinin həyatını, KFC-nin belə yarandı, McDonald's belə yarandı, filan kəs belə bir, məsələn, belə deyək, biznesmen oldu və yaxud milyonçu oldu. Düzdür, biz onu oxuyuruq. Və onların hamısının həyat hekayəsində yüzlərcə dəfə onlara yox deyən insanlar var. Minlərcə dəfə onların təklifinə etiraz edən insanlar var, düzdür? Yəni, hamımız bu hekayələri görürük. Yaxşı, və onlar bugün ona görə oradadılar, ona görə sayı seçiliblər də, düzdürmü? Yəni, ona görə onlar artıq uğurludular. Çünki istənilən yoxa onlar motivasiya olmayıblar. Hər bir yoxu təcrübəyə çeviriblər. Və bizim biznesdə də biz yox eşitməkdən bezməməliyik. Çünki biz biznes qururuq. Düz düşünün ki, biz sıfırdan başladığımız sərmayəsiz bir biznesimizi ayda 2000, 3000, 5000, 15000 qazanmaqdan danışırıq. Niyə də yox eşitməyək? Yəni, gəlin indi etiraf eləyək ki, bugün Azərbaycan reallığında bizim ortalama əmək haqqımız 350 manatdır, düzdür? 350 manat. Və düşünün ki, bizim 15% biz məsləhətçimiz, 15% məsləhətçimiz 20 gündən bir 300 manat pul qazanır. Aya 400-dən artıq pul eləyir. Yəni, əlbəttə bu insan inanmayacaq ki, necə olur ki, bir evdar xanım evdə oturur, heç bir iş görmür və pul qazanır. Heç bir iş görmür. Yəni, onlar üçün fiziki iş deyil, ancaq zehni iş görürük biz. Və bu evin içində pul qazanır. Əlbəttə bu insan, yəni Azərbaycan reallığı üçün bu absurd bir şeydir. Və bu insana qəribə gələcək və bizə yox deyəcək. Bu təbii haldır. Və biz bundan nə küsməliyik? Yəni, bir biznes quran insan yoxdan inciməli deyil. Yox, son deyil. Yox, növbəti bəli üçün bir gedilən yoldur. Yəni, növbəti təcrübədir və biz hər bir yoxu yavaş-yavaş birikdirib növbəti hələləri hazırlayırıq. Ola bilər bir il bundan qabaq bizə yox deyib, amma bir ildən sonra bizim hər hansı bir ciddi bir uğurumuzu görüb bizə hə deyəcəkdir. Yəni, bu həyatımızda mütləq baş verir və yenə də deyirəm, istənilən biznes növündə, istənilən biznesmenlərin həyatının hər dönəmində o yoxların, o çətinliklərin, o sınavlardan tükənmiş çıxa-çıxa bugün böyük bir biznesmenlər olublar, böyük bir biznes işi idarə ediblər. Və dördüncü əsas məqamımız davamlılıq, disiplin. Baxın, motivasiya gəldi gedərdi. Yəni, motivasiya bugün, məsələn, mən sizə polo motivasiya verə bilərəm, və yaxud da mənə polo motivasiya verə bilərlər, amma bu gəldi gedərdi. Amma davamlılıq və disiplin, yəni
davamlı işlədikdə, davamlı biz yəni dama görürlər prinsipi ilə işlədikdə biz hər zaman uğur olacağıq. Yəni mən bir işi görürəmsə, baxın, istənilən sahədə bu belədir. Biz davam etmiriksə, biz işimizi yarımçıq qoyuruqsa, heç vaxt uğurdan söhbət gedə bilməz. Və biznes psixologiyasının əsas məqamı istənilən biznes növündə biz davamiyyəti və disiplini saxlamalıyıq. Yəni biz komandamızın başındayıqmı? Davamlı komandamızın başında olmalıyıq. Yəni biz əlçatan olmalıyıq. Davamlı komandamızın başında olmalıyıq ki, insanlar bizə ulaşa bilsinlər. Və çünki biz biznes qururuq. Və biz biznes qurduğumuz bir məqamda, yəni biz yoxa çıxırıqsa, biz bir gün varıq, sabah yoxuqsa, heç vaxt o biznesdə disiplinimiz yoxdursa, bu biznesdə uğurdan söhbət gedə bilməz. Yəni mənə görə bu belədir ən azından. Yəni mümkün qədər də yəni mənim top liderlərimdə olsun, Aycu xanım olsun, 7-24 mənim üçün həmişə çatan olublar və mən də komandamı hel olmağa çalışıram. Çünki bizim biznesimizin əsas məqamı davamlılıqdır. Uğur gündəlik görülən kiçik addımların nəticəsində qazanılır. Yəni nə ki birdən-birə yuxarı qalxmaq mümkün deyil. Gündəlik hər gün edilən, davamlı edilən, yəni işlərin nəticəsində qalxır. Mən deməli bizim 5-ci əsas məqamımız ətraf mühit. Bu hamımızın ən yaralı yeridir, hamımızın heç kim gəlmir və yaxud da heç kimin bir şəbəkə bizneslə məşğul. Yəni ümumiyyətlə heç kim bizə pozitiv yanaşmır və yaxud da bu hamımızın yaralı yeridir, düzdürmü? İndi gəlin görək, ətraf mühitdəki insanlar əgər bizi dəli kimi baxmırlarsa, biz bu biznesdə uğurlu deyilik. Şəxsən mənim ətrafım mənə dəli kimi baxır. Çünki niyə? Mən Arifleyimi dərəcəsinə sevirəm. Mən biznesimi, mən komandamı dərəcəsinə sevirəm. Həqiqətən dərəcəsinə sevirəm. Yəni uğurlarım olsun və insanlara kənddən gəlmiş bir qızın, bir kəndli qızının, bir kasıb ailənin qızının gəlib Arifleyimdə bu qədər səhnədə olmağı, Arifleyim sayəsində 5 ildə 9 ölkə səyahəti qazanmağı, artıq 10-cu ölkəni belə qazanmışıq. Yəni bunları qazanım əlbəttə absurddur. Əlbəttə mənə dəli kimi baxacaqlar. Çünki elə bir çöldə elə bir biznes növü yoxdur ki, sən 5 ildə sıfırda bu qədər qalxa biləsən. Amma Arifleyimdə mümkündür. Yəni Arifleyimin gücü də budur da. Arifleyimin gücü də budur ki, biz sıfırdan, amma çox böyük rütbələrə qalxa bilərik. Sıfırdan, 0 manatla. Mən bu biznesə pul yatırmamışam, 0 manatla. Amma yəni çöldə açdığın bir biznesə sən mütləq ki, pul yatırmalısan. Və indi gəlin psixologiyamızda bu iki biznesi müqayisə eləyək. Yəni çöl biznesi və Arifleyim biznesinin inkişaf yolunu və həqiqətən uğur yolunu. Baxın, biz çöldə Arifleyimdə hal-hazırda 2000 çeşid məhsulumuz var. Düzdürmü? Parfümeriya olsun, kosmetika olsun baxın məhsulları, kişi üçün məhsullar, qadın üçün məhsullar. 2000-dən artıq çeşidimiz var, düzdürmü? Gəlin indi biz həmin çeşid olan məhsulları bir çöldə bir mağaza açaq və mağazada ən azı biz ora heç olmayan 10.000 pul qoymalıyıq. Yəni hamı məndən razılaşır. Bir mağazanın arendaya götürdük, vergisini falan hər şeyini qoyuram qırağa hələ. Sırf mağazanı doldurmağa bizə bir 10.000 pul lazımdır. Düzdürmü? Yaxşı, biz bunu yatırdıq. Biz buradan qazanmayacağımız sual altındadır və çöl biznesdə həmişə bir söz deyirlər biznesmenlər. Sən bir il ziyan işləməlisən. Çünki biri sənin qazanmayacağın sual altındadır. Çünki sən onu tanıtmalısan, sən onu reklam etməlisən, yavaş-yavaş rəqiblərin içində sən yaxşı çıxmalısan. Çünki bir parfümeri mağazası deyir ki, İdeal, Sabina falan, Suel parfüm, İdə parfüm görürsünüz, Azərbaycanın nə qədər parfümeri mağazası var. Yəni hələ bildiklərim. İndi siz Arifleyimdə gəlirsiniz, siz sərmayə yatırmırsınız. Siz mağazaya pul vermirsiniz, arendaya pul vermirsiniz. Şirkət planı hər şeyin hazır verib. Çöldəki mağazada səni zakaz alırsansa, hər hansı bir 5-dən 6 dənə duxu zakaz alırsansa, sən məcbursan ki, bu duxunu gətir, pakovkalayıb poçtdan göndərəsən, çatdırmaya nəzarət edəsən, taksi ilə göndərəsən, düzdür? Yəni hamısı həqiqətən zəhmətdir də. Amma bizdə çatdırılması olsun, hər şey sistemləşdirilib. Yəni bir telefon, bir tık qədər, o bir tıklamaq qədər yaxın rahat bir biznes növü yaradıb şirkət bizim üçün. Və demək ki, bizim yerdə qalan işimiz nədir? Düşüncələrimizi düzəldib, özümüzü dəyişib, biznes düşüncəsini özümüzdə yaradıb və davam etmək və tanıtmaq. Yəni bizim başqa bir işimiz yoxdur əslində burada. Biz tanıtmalıyıq. İndi necə tanıtmaq, nə cür tanıtmaq? Bu artıq bizim özümüzün psixologiyamızdan, özümüzün düşüncəmizdən asılıdır. Niyə də deyirəm? Necə olur ki, bir insan gəlir. Əvvəldən başlayır, artıq bir ilin sonunda 500-600 min manat maaşa qalxır, inkişaf edir. Elə necə olur ki, bəs bir insan gəlir, hətta illərlə çalışır, maaş dərəcəsini aça bilmir. O insan arasında bir fərq var. İnanın ki, bir fərq var. Düşüncələri dəyişmir. Yəni bu insan əşi olacaq, əşi bacararam, əşi falan kəs yoxdur, əşi yox. Yəni o düşüncə tərzi onları informalaşdırmağa imkan verir və plus ətraf mühitin negativinə o qədər tez qapılır ki, yəni gün ərzində sponsor ancaq onun negativini təmizləyir.
Baxın, negativ insanları, biznes quran insanlar, ətrafında negativ insanları belə uzaqlaşdırırlar. Mən neçə biznes quran xanım, biznesləri tanıyıram. İnanın ki, hətta həyatlarında biznes quran insanları, negativ olan insanları uzaqlaşdırıblar. Yəni negativlik bizim biznesdə xüsusən də ən sonuncu bir deyək də bizi dibə aparan bir şeydir. İstənilən bir işdə bu belədir. Və çalışıb negativlərdən uzaq qalasınız. Kimsə negativ verirsə, hətta doğmanız belə olsa, xahiş edirəm mənə negativini ötürmə. Çünki mən biznes qururam və mən insanlarla işləyirəm. İnsanların, necə deyim, həyatlarını dəyişməyə çalışıram. Və bizim biznesi digər bizneslərdən fərqləndirən ikinci bir məqamlardan biri isə nədir? Bizim insanlara dəstək olma, yəni potensialımız. Heç bir biznesdə biz insanlara dəstək ola bilmərik. Baxın, həqiqətən də o qədər ədalətli bir iş prinsipidir ki, çünki biznesimizdə nə deyir bizə? Bizim biznes deyir ki, qazandır ki, qazanasan. Yəni sən insanlara öz arxanca aparırsan, sən insanlara dəstək olursan və insanlara səyahət etmək şansı təklif eləyirsən, insanlara sıfırdan biznes qurmaq şansı təklif eləyirsən, insanlara hətta xarici konfranslarda ölkəni təmsil etmək, hansı ki, bəlkə də bir evdar xanımın həyatı dəyişir, bir müəllimənin şəxsən mənim kimi bir həyatı dəyişir, yəni tamamilə dəyişir. Yəni bunu sən insanlara təklif edirsən və təbiidir ki, sən bu düşüncə tərzini hamıya təklif edirsən. Yəni o qədər gözəl bir şeydir ki, o qədər belə həm dini baxımından, həm kömək baxımından. Amma biz çox biznesdə, hər hansı bir başqa bir biznesdə bunu eləyə bilmirik. Bax, Ariflemin gücünün də biri budur. Baxın, biz ənənəvi biznesdən Ariflemi müqayisə eləyəndə pluslar o qədərdir ki, və təbii haldır ki, siz bu plusların yanında minuslar olacaqdır. Yəni negativ danışanlar olacaqdır, yox deyənlər olacaqdır və biz bunlara fikir verməməliyik. Bizim işimiz yalnız və yalnız fərqli olmaqdır. Çünki biz fərqli düşüncə sahibinə malik insanlarıq, fərqli düşünürük, fərqli qazanırıq. Yəni biz yenə də deyirəm, Azərbaycandan real qazanclardan çox-çox fərqli qazanırıq və bunun üçün də biz düşüncəmizdə artıq biz buna özümüzü öyrəşdirməliyik. Və bir də biznesdə belə bir şey var, təsir etmə qabiliyyəti də. Yəni hansı ki, bizim biznesdə biz insanlara təsir etməyi bacarmalıyıq və insanlara niyə təsir etməyi bacarmalıyıq? Birinci o təsiri biz bilməliyik. Biz insana ona görə təsir edirik ki, insan gəlib qazanacaq. İnsan gəlib uğurlu olacaqdır. Şəxsən indi gəlin məni düşünək. Bugün məni Aycu xanım gətirməsəydi, mənim o deyir o ilmə üstündə işləməsəydi, bu biznesdə bugün mənim kimi biri olmayacaqdı, düzdürmü? Mənim yerimə, yəni başqa bir şanslı insan olacaqdı ki, yəni bu şansı, bu fürsət dəyərləndirəcəkdi. Demək ki, biz psixologiyamızda, yəni o necə deyim, düşüncəmizdə hər zaman bir şey düşünmək ki, mən buna layiq ola bilərəm. İnanın ki, mən də başlayanda heç vaxt biznes haqqında düşünməmişəm, heç vaxt satış haqqında düşünməmişəm. Düşünməmişəm ki, yəni mən bunu bacara bilərəmmi? Amma deyir içimizdəki o yavaş-yavaş, sən demə mənim içimdə bu potensial var imiş, sən demə mənim buna həqiqətən deyir o içimdə bir əjdaha var imiş ki, yatıbmış da mənim xəbərim yox imiş. Birlik deyirək qabiliyyəti var imiş. Yəni bunu da sponsorumuz gördü. Bir də burada yenə də bayaqda vurğuladım, yenə də vurğulayıram. Siz mütləq şəkildə biznesə inanmalısınız və bir insanı komandamıza gətirib bir biznesi qurmaq istəyirsə, bu biznesi inanmalıyıq. Yəni inamımız olmasa, güvənimiz olmasa biz heç bir zaman inkişaf edə bilmərik. Çünki hər şey inamdan başlayır. Növbəti əsas etaplardan biri isə vizyon. Yəni necə deyək, vision. İngiliscə demiş. Yəni bizim etaplı, yəni gələcəkdə görmək. Məsələn, mən bu biznesi başlayıb dərk edəndə mən özümü ancaq o səhnədə təsəvvür edirəm, top səhnəsində. Yəni həqiqətən də 5 ildə, Aycu xanım, 5 ildir mən yox, çalışım bu il top 15-ə düşüm, çalışım bu il top 15-ə düşüm. Yəni 5 ildə ancaq onun üçün mübarizə aparmışam. Yəni mən özümü orada görürdüm. Çünki artıq biznes dərk elədim və bildim ki, bu mümkündür. Həqiqətən də sıfırla bir biznes qurmaq mümkündür. Həqiqətən bir inkişaf etmək mümkündür deməli. Azərbaycanda deməli bir biznes növü var imiş, yaxacı, mən xəbərim yoxdur. Həqiqətən sən hər şey eləyə bilərmişsən, sən çox böyük uğur qazana bilərmişsən, sən yəni 4 manatdan başlayıb 4 manat ilk qazancım, bugün 2500 manat qazancım. Yəni 4 manatdan 2500 manata qədər qazana bilərmişsən. Həqiqətən bu mümkün imiş deməli. Və bunu dərk etdiyim andan etibarən İnanın ki, özümü ancaq o səhnədə görürdüm. Yəni vision, bizim visionımız, bizim məqsədimiz, hədəfimiz. Yəni biz hədəfimizi müəyyənləşdirməliyik və istənilən sahədə, istənilən biznes quran insanların hədəfi olur həmişə. Qısa müddət hədəf, orta müddət hədəf və uzun müddət hədəf. Hədəfsiz, yəni bizim hədəfimiz olmazsa, biz necə bir gedəcəyimiz yolu bilə bilərik? Oraya bir şey var, gedilən yolu tapmaq. Yəni biz gedilən yolu tapmaq üçün biz gedəcəyimiz yeri bilməliyik. Yəni gedəcəyimiz yeri bilməsək, o qarşımızda olan hədəfimizi bilməsək, biz heç zaman uğur ola bilmərik biznesə. Yəni mənə görə ən azından bu belədir.
Və biz komandamızla işləyərkən də mütləq şəkildə hədəf qoyuruq. Məsələn, bu kataloqumuzda kimi faiz dərəcəsi üçün çalışmalıyıq. Bu kataloqumuzda hansı liderimizin dərəcəsi üçün çalışmalıyıq. Qısa müddət hədəfimiz nədir? Məsələn, bir ilin sonunda filan kəs top 15-ə düşmək istəyir. Bunun üçün nə etməliyik? Yəni biz bunun üçün və ya da filan kəs direktor olmaq istəyir. Yəni biz bunu artıq planlayırıq. Və növbəti etapımız isə planlamaya gəlib çıxır. Yəni bizim kataloqa, hətta bir illik planlama eləməliyik. Bir il ərzində biz biznesdə hansı səviyyədən hansı səviyyəyə qalxa bilərik. Mən söz yox, bir biznesdir. Düşmə də olacaq, qalxma da olacaq, inkişaf da olacaq, zəifləmə də olacaq, satışda zəifləyən bax bu biznesdir. Biznesdə hər şey ola bilər. Yəni hər an hər şey ola bilər, düzdürmü? Amma biz oturub onun negativini gözləməli deyilik. Biz oturub planımızı, ən azından planımıza yaxın bir işi görə biliriksə, bu bizim üçün uğurdur. Biri var, heç bir şey eləməyək, sadəcə oturub gözləyək. Biri var ki, amma biz nə hiss edirik? Planımızın müəyyən bir hissəsini yerinə yetiririk, müəyyən bir hissəsini inkişaf üçün çalışırıq, müəyyən bir hissəsini komandamızın filan kəsləri üçün çalışırıq. Səyahət qoyulub səyahətdə filan kəsləri salmaq istəyirik. Ən azından 5 dənə, 10 nəfər qoşulubsa, bunun 5-i belə qazansa bizim uğurumuzdur. Və biz bunun üçün planlı şəkildə çalışmalıyıq. Biz 10 nəfərlə qoşulduğumuz bir tədbirə təbii ki, 5-imiz qazana bilərik, bayaq da deyirəm. Amma bu, o demək deyil ki, biz həvəsdən düşməliyik. Növbəti halda isə biz, yəni axırıncı etap isə həvəsdən düşməmək, heç vaxt həvəsdən düşməmək, yəni hər zaman biz beynimizdə bir şey saxlamalıyıq. Söz yox, hamımızın həyatında problemlər var. Elə bax, burada heç bir kəs deyə bilməz ki, mənim həyatımda problem yoxdur. Hamının özünə uyğun problemi var. Amma bu problemlər bizim iş həyatımıza təsir etməməyə çalışmalıyıq. Çalışmalıyıq ki, heç vaxt iş həyatımıza təsir etməsin. Necə ki, mən məktəbdə işləyirdim, düzdür? Mən məktəbə gedirdim, saat 8-də beynim bomboş girməlidir məktəbə. O evimin problemini saat 1-ə qədər məktəbə aidiyyəti yox idi. Birdən sonra mən gəlib evin problemini həll etdim, düzdür? Bizim biznesimizlərə bir 4 saat ayırırıqsa, 5 saat ayırırıqsa və ya da 10 saat ayırırıqsa, mütləq şəkildə həmin vaxtda bizim problemimizin komandaya, biznesimizə yansıtmamalıyıq. Xüsusən də üst liderlər, yəni aşağı komandaya negativ vermək olmaz. Yəni alt komanda bizim hər zaman, alt komanda negativ alıb, üstümüzə negativ verə bilərik. Yəni alta pozitiv, üstə negativ. Bu prinsiplə çalışmalıyıq. Yəni Zema xanıma, Kəmala xanıma, Ayçu xanıma polu negativ verə bilərəm. Amma aşağıya vermə bilmərəm. Çünki bizim biznesin əsas mayağı biz komandamızı inkişaf etdirməliyik və biz o qədər yenə deyirəm, bizim əzmimiz, bizim iradəmiz, bizim uğurumuzun əsas açarıdır. Mən başa düşürəm, yenə deyirəm, hamının problemi olur, hamının çətinliyi olur, hamının öz ailə problemi. Amma bunun bizim həvəsdən düşməyimizə heç bir aidiyyəti yoxdur. Həqiqətən bizim komandamızın qabağında mən həmişə deyirəm, birdən nəsə yorulanda, nəsə pis eləmək istəyəndə, nəsə bir şey eləyəndə deyirəm, yox, mənim boşda olduğum insanlar var, mənim komandam var, mən onların qarşısında geri dura bilmərəm. Yəni bir arxadakı bütün gəmiləri yaxmışam, nə danışsan, geri durmaq nədir? Yəni o düşüncəni artıq üzümün kənarlaşım yox. O həvəssizlik yarananda tez özüm şillələm, özünə gəl. Sənin komandan var, sənin biznesin var, sənin biznesindir bu. Yəni bu düşüncə ilə yanaşmalıyıq. Və sonda isə onu demək istəyirəm ki, ən vacib məsələ biznes özümüzündür, özümüzün. Yəni heç kim gətirib bizə biznes burası deyil. Yəni bu əgər öz biznesimizə özümüzünki kimi yanaşsaq, bax açırıq Ariflame biznes planı, düzdür? Nə çıxır Ariflamedə? Frəngiz Məmmədova. Demək mənimdir də bu. Buradan qazanc da mənimdir, bunun hədiyyəsi də mənimdir, bunun premiyası da mənimdir, düzdürmü? Nəyə görə o deyir, sarmalamayın biznesimi? Nəyə görə biznesimi qurmuyum ki? Axı bunun qazancı mənə gəlir, mən aparıb məni gətirən insan işinə vermirəm. Halbuki bu boyda milyonluq bir bancı mənə verib ki, al qazan. Düzdürmü? Demək ki, biz özümüz üçün gəlmişik bura və heç kim o yuxarıya mən işləyim, sən qazanırsan söhbətini düşünməsin. Çünki siz nə qədər çox işləyirsiniz, o qədər çox qazanırsınız. Nə qədər az işləyirsiniz, o qədər az qazanırsınız. Biznesin prinsipi budur. Və biznesdə siz o qədər uğurlu olub məni belə vurub keçə bilərsiniz, məni top liderlərini belə vurub keçə bilərsiniz. Bu sizdən asılıdır. Və həqiqətən də həmişə deyirəm, kaş ki, komandalarımız o qədər böyüsün. Mən çox istəyirəm ki, komandamız hamısı bizi vursun, mənə vursun ki, şəxsən. Mən bunun arzusundayım. Çünki biznesimizin əsas mayağı, səsim getdi. Mənə zəng gəldi. Səsim getdi Zema xanım. Səsim gəlir? Hə, indi gəlir. Hə. Yəni demək istədiyim odur ki, biznes sizdən başlayır. Birinci buranı təmizləyirik, sonra buranı təmizləyirik. Yəni baş və ürək, yəni o xainlik olsun, paxıllıq olsun, biznesdə işə yaramayan bir şeylər olsun və ya kimisə necə deyim, komandasında, hətta komanda daxili nəsə bir şey olsun, bunları qoyuruq yəni. Əsas bura təmiz, bura gözəl və qalanda zəhmət. Və inanın ki, siz əgər başını salıb aşağı, komandanızı davamlı işləyirsiniz, davamlı onlara qazandırmağa çalışırsa, bir də baxırsınız ki, mən özüm də inana bilmirəm ki, mənim komandam necə olub böyüdü.
Yəni şəxsən mən başımı salıb aşağı sadəcə dəvət edib də ancaq təlim, 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 dəvət. Yəni bir də baxdım ki, komanda artıq böyüyübdür. Artıq komanda tanımadığım nə qədər insanlar gəlibdir. Və kontaktı açıram bayram təbrikinə. Özüm qohumlar, əqrabamda heç kim yoxdur. Komandamda bəlkə 200 mesaj gəlir. Sırf bayram təbrikinə. Yəni bu bizim uğurumuzdur. Görün nə qədər gözəl bir biznesimiz var. Həqiqətən də insanlar, yəni sizi sevirlər. İnsanlar sizə dəyər verirlər. Çöl biznesi bu mümkün deyil. Yəni mən çöl biznesi o qədər, yəni olmuşuq da biz üzr istəyirəm, yoldaşım 3 dəfə biznes batırıb çöldə. Yəni bu çöldə bu mümkün deyil. Amma sizin bir biznesinizdə birincisi heç nə itirmirsiniz, ikincisi heç nə batırmırsınız, üçüncüsü ən vacibi insanları qazandırırsınız və sevilən olursunuz. Daimi həqiqətən sevilən olursunuz. Yəni söz yox, yəni bizim özümüzü hamıya sevdirmək kimi bir necə deyim, istəyimiz yox deyə. Sadəcə yəni istərsəniz işin gedişatında sən insanların əlindən tutursan və necə ki sən öz liderini sevirsən, komanda da səni sevir. Bax işimizin gedişatında bu da çox önəmli bir faktordur. Niyə deyirəm? Özünüzə inanın və davam edin. İnanın ki, bir gün o hədəfinizə çatacaqsınız. Əgər bugün pes etməsəniz. Çox sağ olun diqqətinizə görə. Çox sağ olun Firəngiz xanım. Həqiqətən çox gözəl məlumatlar verdiniz və ona deyim ki, insanları anlamaq, düzgün ünsiyyət qurmaq və özünə inanmaq. Bu, belə deyərdim, treninqdən sonra nəyi bir daha vurğulamaq istəyərdim? Güclü düşüncə olmalıdır. Pozitiv yanaşma və məqsədə fokus. Firəngiz xanım, həqiqətən çox sağ olun. Düşünürəm, hər kəs burada özü üçün gözəl bir, belə deyərdim, nəticələr aldı. Öz işində fərqli baxış, fərqli yanaşma olacaq. Çünki hər treninqdən sonra baxmayaraq artıq 21 ildir mən Oriflamedəyəm. Amma doğrudan da hər treninqa qoşulduqca, hər liderə qulaq asdıqca özün üçün yeni bir şeylər götürürsən. Niyə? Çünki insan hər gün dəyişir və onun fikirləri də dəyişir. Eşitdiyi onun fikrini də, məqsədini də ola bilsin daha güclü edəcək, daha fərqli edəcək. Ona görə mən treninqləri sevirəm və hər zaman hər kəsi treninqlərə qoşulmağı dəvət edin. Yəni hər liderin özünə məxsus gücü var, özünə məxsus bilikləri var və bizim top 15 liderlərimiz doğrudan da çox bilikli, çox savadlı, çox belə güclü liderlik, necə deyirlər, inkişaf etdirmək üçün gücləri var və istifadə edin. Siz hamıdan xoşbəxtsiniz ki, Oriflamedəsiniz və sizin bu cür gözəl liderləriniz var. Ona görə dəvət edin ki, siz də kimlərsə üçün liderlər olasınız. Çox sağ olun, bir daha təşəkkür edirəm. Buyurun, Buyurun, çox sağ olun. Xanım. Buyurun, suallarınız varsa buyurun, verin. Yəni məmnuniyyətlə bildiyimizdən, bacardığımızdan deyək. Xanımlarımızdan biri ekrana şəkil qoydu. Hər kəs təşəkkürlər yazır, ürəklər göndərir sənə Firəngiz. Çox sağ ol. Ümidvaram ki, yaxşı olar. Zeyma xanımın sözünə qüvvət. Baxın, mən tam apreldə tam 6 il olacaq ki, apreldə qərar verib başlamışam. Bu 6 il ərzində bəlkə bir dənə hansısa təlimi qaçıraram. Öz liderlərim ümumiyyətlə heç bir təlimi qaçırmamışam. Bir təlim belə. Yəni, nətər olar ki, nətər başım qarşılar ki, bir təlimi qaçıraram. Çünki bilirsiniz, hər təlimdən bir söz öyrənir insan. Hər təlimdən bir inkişaf yolu öyrənir. Hər təlimdən, hətta inanın ki, bəzən olur ki, yəni bir ciddi bir problemin içində belə naşıq qoyub lazım ki, bəlkə o təlimdə elə bir söz deyilər ki, mən onu qaçırdaram. O mənim biznesimin inkişafı. Yəni bizim biznesimizin, istənilən biznesin başında öyrənmək dayanır. Öyrənmək. Və bir də Zeyma xanım bir şey deyim, yadımdan çıxmamış. Bir də burada mən əsas nəyi biznesdə dərk eləmişəm? İnkişaf birinci özünü inkişaf etdirsən. Yəni dəyişim özündən başlayır. Yəni özünü inkişaf etdirsən. Şəxsən biz burada puldan başqa o qədər mənəvi dəyərlər əldə eləmişik ki, yəni o qədər özümüzü inkişaf etdirmişik. Bax məsələn mənim kosmetika sahəsində xəbərim yox idi. Yəni mənim özünə baxım qulluq sahəsində xəbərim yox idi. Məsələn mənim hər hansı bir xarici konfransda olmamışdım. Oriflame sayəsində oldum. Heç çox təyyarəyə minməmişdim Oriflame sayəsində. Bunu mindim 2 dəfə. Yəni bunun hamısı bizim mənəvi inkişafımızdır əslində. Yəni dünyanı gəziriksə, ölkələri gəziriksə, bu bizim dünya görüşümüzü artırır. Mən bunu Oriflame sayəsində öyrənmişəm. Yəni bunlar hamısı bizim biznesin pluslarıdır. Yəni bu plusları qabağa çəkib, kimsə neqativ verəndə, o plusları gözünü qabağa çatdırmaq həmişə alıram. Yəni o pluslar var. Neqativ verir, qoy versin. O insan bilmir. Bilsə verməzdi. Çünki mən də bilmirdim. Onda bir dənə sual verəcəm Firəngiz sənə. Nə zaman ki, bilirsiniz ki, onsuz da ətrafımızda gözəlliklərlə, pozitivlə bərabər negativlər olur, işimizdə çətinliklər, ağırlıqlar olur.
Hər hansısa bir problemlə üzləşəndə ilk nə edirsən? Hər hansı bir problem üzləşəndə mən çox emosionalam, həddən artıq emosionalam, düzünə deyim. Birinci emosionalam, birinci belə poflayıram, hisslərimlə danışıram, həkkələrim özümə. Sonra yığıram Aygün xanımı, bilirsiniz Aygün xanıma həkkələrim, bütün hissimi belə negativimi tökürəm ona. Aygün xanım qəşəng məni həvəsləndirir, bütün problem deyir, bunu belə elə, bunu belə elə, bu məsələn komandada bir çıxış yox, bunu belə elə, yol gəlir. Bütün elə bir həmin adam yoxa çıxır. Həmin adam getdi, bütün Ona görə pozitiv. deyir, özün nə qədər lider olsan da, sənin üst Hər liderin zaman, olmalıdır bəli, ki, səni ehtiyacım var. eşitsin, dinləsin və səni yönəltsin. Çox sağ ol. Bəli, bəli. Yəni Rəngiz emosional, mən xanım həddən da artıq sual emosional vermək olmağım istəyirəm. həqiqətən mənə bəzən mane olur. Çox emosionalım. Həddən artıq çox tez qapılıram emosiyalarıma. Bu bəzən düşünürəm mənə mane olur. Yavaş-yavaş bunu da atlatacağam inşallah. İnşallah. Kəmələ xanım sual vermək istəyir. Buyurun, Buyurun. Kəmalə xanım. Rəngiz xanım təşəkkür edirəm və bura daxil olub qulaq asan bütün partnyorlarımıza təşəkkür edirəm. Çünki belə bir bayramlar ərəfəsində vaxtlarını ayırıb qulaq asırlar. Təbii ki, yararlanırlar. Bütün liderlərin, spikerlərin təlimlərinə qulaq asmaq lazımdır. Rəngiz xanım, hamıda maraq oyadacaq bir sualı sizə vermək istəyirəm ki, illik planınızı komanda ilə necə qurursunuz? İllik planınızı. Baxın, Kəmalə xanım, illik planımızda bizim liderlərimizin hamısının dəftəri var. Biz dəftərsiz qələmsiz işləmirik də, bilirsiniz özünüz. İllik planımız, məsələn, Fakir Rəmziyə xanımın bir illik planı var idi. Biz qızıl dekret etməliydik onu. Artıq Rəmziyə xanım birinci komandası, ikinci komandası, onlarda vəziyyət necədir? Yəni kimə hansı yöndən dəstək ola bilərik? Dəvətlər baxımından necə kömək edə bilərik və ya təlim baxımından necə kömək edə bilərik? Artıq onun dəftəri qeyd edirik hamısını. Yəni bu ayda bunu, bu ayda bunu, yəni bütün hamısını qeyd edirik və o planımızı yenə də deyirəm, bir kataloq gecikmə ola bilər, iki kataloq gecikmə ola bilər, amma biz nəhayətində planımızı yerinə yetirmək üçün bütün cəhdimizi eləyirik. Yəni bu kataloq alınmazsa pes etmirik. Alınmadı, eybi yox, növbət kataloq və yaxud da Gülnar xanımla biz artıq plan dəftərimizi tutmuşuq. Bu ilin sonuna qədər hansı hədəfimiz var? Məsələn, Gülnar xanım birinci komandası nə qədər eləmək istəyir, ikinci komandası nə qədər eləmək istəyir. Yəni bu hədəf üzrə çalışırıq həmişə. Dəftərlə, qələmlə ay, məsələn, kataloq və kataloq bölüşdürməklə. Bu ayın sonunda məsələn nə qədər bu kataloqun sonunda nə qədər komandamıza bal gələcək, nə qədər kimin yeni neçə qeydiyyatı var və yaxud da biz hədəf qoyuruq və yaxud da bir həvəsləndirici bir aksiya qoyuruq ki, məsələn bu kataloq 5 dəvət gətirsən, məsələn bu mükafatı qazanacaqsan və yaxud da bu dərəcəyə qalxsan mükafatı qazanacaqsan. Yəni bu da bizim illik planımızın içində olan mükafatlardır. Yəni baxır həmin ayın planına. Yəni kataloqlarımız əlbəttə indi o satışlar yaxşı satışlar lap super gedir. Onda məsələn biz artıq ancaq təlimlərlə kifayətlənirik, motivasiya ilə kifayətlənirik. Elə olur ki, kataloqlarımızda istərsiniz satışların zəifliyinin dövrü olur, yay vaxtı olsun, bayram vaxtları olsun. Artıq özümüz həvəsləndirici nələrsə etməyə planlaşırıq. Onu biz planlaşdırmışıq ki, məsələn bu ayda falan şey edək, 3 aylıq hansı loyalıq qoyaq. Yəni biz bir cür aparırıq işimizi. İstəyirdim ki, bunları əslində liderlər hamısı bilir. Mən istəyirdim ki, sizin kimi təcrübəli bir top liderin də Çox sağ olun. dilindən Estağfurullah. Təşəkkür edirəm. Çox sağ olun. Əgər suallarınız yoxdursa, biz də hər kəsi artıq şəkəbura pişirməyə buraxaq. Necə deyirlər? Amma unutmayın, işimiz önəmlidir. İşimizi görürük və əlbəttə ki, hər zaman ailəmizə sevindirmək də lazımdır. Leman xanım, ən qəşəngi pulumuzu qazanaq. Pulumuzu verək, alaq. Yemək yaxşıdır. Şimdi yormayaq özümüzü. Çox sağ olun. Hər şey bol olsun. Səbətiniz arifleyim səbət olsun. Dolu arifleyim səbət olsun. Amin. Amin Çox sağ inşallah. olun. Amin. Çox sağ olun. Çox təşəkkür ederim. Necə? Növbəti spikerimiz kim olacaq? Zenfira xanım, o haqda da məlumat verərdiniz. Aha, növbəti spikerimiz. Bir dəqiqə. Hazırlamışdım əslində. İndi baxacağım. Dəqiqləşdirim, yanlış deməyim. Aprel ayında Nuranə Nəsibova. Dəvət və dövriyə. Top 15 güzəmiz Nuranə Nəsibova növbəti 4-cü gün bizimlə birlikdədir. Bravo, mühtəşəm. Çox sağ olun. Sizlərlə sağollaşırıq. Uğurlarınız bol olsun. Çox sağ olun. Gözəl uğurlu Bu arada katalogumuz çox olsun. gözəlsiniz maşallah hər biriniz. Çox sağ olun. Təşəkkür edirəm. Hər biriniz təşəkkür edirəm. Bir daha bayramınız mübarək. Gözəl təlimə görə sizlə bahar öpürük sizi. Sağ olun ürəklər. Sağ olun. Oy. Mən də gəldim, çatdırdım. Balaca mələk. Sağ olun.